Salam dostlar, mən eşitmə cihazları üzrə mütəxəssis Samir Bağırlı. Bugün də çox maraqlı bir mövzu haqqında danışacağam. Mövzumuz nədir? Eşitməni qorumağın 3 qızıl qaydası. Nədir bu qızıl qaydalar? Bunlar haqqında danışacağam. Ətraflı məlumat verəcəm. Deməli, birinci qızıl qayda odur ki, qulaqçıqlardan maksimum dərəcədə az istifadə edin. İstifadə edirsinizsə, böyük qulaqçıqlardan istifadə edin. Yox, əgər məcbursunuzsa, iş şəraitiniz elədir ki, yəni işinizlə bağlı elədir ki, kiçik qulaqçıqlardan istifadə edirsiniz və bu gün ərzində 5, 7, hətta 10 saat sizin qulağınızda olur. Səs şiddətini, yəni səsin yüksəkliyi 60% keçməyəcək dərəcədə istifadə edin və ən azı 1 saatdan 10 dəqiqə, 15 dəqiqə çıxarıb həm qulaqçığınızı təmizləyin, həm də qulağınıza istirahət verin. Bu halda siz həm qulaqçığınızı qorumuş olacaqsınız, həm də qulağınızı qorumuş olacaqsınız. Düzdür, mən kiçik qulaqçıqlardan istifadə olunmasının tərəfdarı deyiləm. Mən həmişə böyük qulaqçıqlardan istifadə edilməsini istəyirəm, amma məcburuqsa, yenə deyirəm, 1 saatdan qulağa istirahət vermək şərti ilə istifadə edə bilərsiniz. İkinci qızıl qayda, qulağı öz başına təmizləməyin. Biz həmişə deyirik ki, pambıq çöplər el arasında bu qulaq çöpləri kimi qələmə verilir. Qulaq çöpləri deyə bir şey yox. Pambıq çöplərdir. Hətta o qabların üstünə də baxsaz, o pambıq çöpləri yazılıb. Onsuz qulaq çöpü üçün istifadə olunur, istifadə olunmalıdır deyə yazılmayıb. Ona görə də qulağımıza pambıqlı çöplərdən soxmayaq. Əgər qulaqda kir varsa, qulaqda belə deyək, tıxac varsa, siz bu pambıqlı çöpləri qulağınıza salanda onu təmizləməyə əvəzinə, əksinə daha da içəriyə doğru itələmiş olursunuz. Ona görə də çiməndən sonra ən azından fenlə uzaqdan normal hava ilə, yəni nə isti hava, nə soyuq hava, normal hava ilə qulağınızı qurutmaq, fenlə, fen yoxdursa, bol pambıqla qulağımızı təmizləyə bilərik. Yəni qulağın içinə qulaq çöpləri salmağa ehtiyac yox. Üçüncü və ən vacib qayda nədir? Eşitmə müayinəsi testi. Əgər ildə bir dəfə ən azından check-up müayinəsindən keçiriksə və yaxud diş müayinəsindən, göz müayinəsindən keçiriksə, buna qulaq müayinəsində daxil etməliyik. Eşitmə müayinəsindən hər il ən azından bir dəfə keçilməlidir. Audiometriya müayinəsindən ki, hansı qulaqda neçə faiz eşitmə itkimiz olduğu bilinsin. Və yaxud hansı qulaqda eşitmə itkisi varsa, müalicəlik yox, əməliyyatlıq yox, cihazlıqdırsa, yəni sensorinevral tipdirsə, dərhal vaxt itirmədən eşitmə cihazı ilə təmin olunsun ki, ağırlaşma daha da getməsin. Ona görə də mütəmadi 6 ay, ən gecdə ildə bir dəfə olmaq şərti ilə qulağımızı yoxladırıq və eşitməmizi, neçə faiz eşitdiyimizi bilirik. Bu videoda mən 3 qızıl qayda haqqında danışdım. Əgər bunlardan əlavə suallarınız da yaranarsa, şərh bölməsində mənə suallarınızı ünvanlamağı, video xoşunuza gəldisə, like qoyub abunə olmağı unutmayın. Mən Samir, eşitmə cihazları üzrə mütəxəssis.